Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Meyxanaçı Orxan Lökmətanlı qonaq canlı verilişində qonaq olub. Xəbər verilir ki, onun xanımı ilk dəfə canlı yayıma qoşularaq həyat yoldaşına təşəkkür edib. Xanıma canlı yayımda qısqanclıqla bağlı suallar cavablandırıb. Orxan mənim dostumdur, sirdaşımdır. O çox mükəmməl həyat yoldaşıdır, mükəmməl atadır. Onun sevgi etraflarının hamısı mənə ünvanlanıb. Orxan mənim bütün arzularımı həyata keçirib. Yeyim mağazası açmaq mənim arzum idi. Bunu da reallaşdırdı. Ona çox təşəkkür edirəm. Allah hər zaman hər birinizi xoşbəxt etsin. Şəbnəm Tovuzlu rəngarəng verilişində qonaq olub. Xəbər verilir ki, o xarici ifa edən həmkarlarından danışıb. Şəbnəm Tovuzlu ona qışqırırsan deyənlərə də cavab verib. Belə bir ifaçı yoxdur, deməsin ki, səsim arada qaçmır. Bu mümkünsüzdür. Səsin bir anlıq qaçması normaldır, amma düzgün kökə düşmək çox müğənnidə yoxdur. Bəzən toyda mənim də yorğunluqdan səsim qaçar. Bir var bütün mahnını xarici oxuyasan, bir var bir saniyəlik. Mən öz peşəmi mükəmməl bilirəm. Hamının da başı üçün deyil ki, canlı ifanı xarici oxuya bilsin, sənətkarlara çıxmaq şərti ilə. Bəzən elə danışırlar, təəccüblənirsən. Halbuki o danışanlara mikrofonu versən, bir mahnını canlı oxuya bilmirlər. Zil oxuyan başqa şeydir, qışqırmaq başqa şey. Mən qışqırmıram, səsim zildir. Bunu deyəndə haqqıma girirlər, amma xalqın gözü tərəzidir.